Yaxşı. Davam eləyək. 81-dən elə. Bir belə çıxarılır. Deməli, permutasiya n-dən 2 kiçikdir 12 bərabərsini ödəyən ən kiçik ədədi tapın. Əvvəla, n böyük bərabər 2 olmalıdır. Bu da n faktorial, n çıxar 2 faktorial və kiçikdir 12. Onda n var, n çıxar 2 kiçikdir 12. N kvadrat çıxar 2, n çıxar 12 kiçik 0. Kökləri nə ilə nə dikilsə? Yox, çıxar 1 olmalıdır. 1. Yəni, çıxar n. Bu da köklər mənfi 3-dən 4-dür, maşallah. Hə, mənfi 3-dən 4-dür. İkisinin arası mənfi 3 kiçikdir. M kiçikdir 4 olmalıdır. Burada da şərtdir ki, M böyük bərabər 2-dir. Deməli, 2 kiçik bərabərdir, M kiçikdir 4. Bu da M bərabərdir 2 və 3 ola bilər. Bu da nə soruşur? Ən kiçiyə də tapın, bunu ödəyəcəklər. Ən kiçiyə də M bərabərdir 2. Elə buna etməyəcək. 83. Görək 83-də nədir? Deyir ki, qutuda 5A. 5A. Sonra 6 qara. Qara. 4 sarı kürəcik var. Deyir, yalnız 3'ü ağ olmaqla 4 kürəciyi neçə fərqli üsulla seçmək olar? Yalnız 3'ü ağ olmaqla. Deməli, 4 kürəcikdir. Bax, bu ağdır. Bu da ki, qara. Yox, bu da fərqli rəng olsun da, rəng olsun. 4 kürəcik. Yalnız 3'ü ağ olmalı. Əvvəla, ağı nədir seçirik? Kombinezon. 5'dən 3. Vuraq. Yerdə qalanlar nədir bə? Yerdə qalanda qara və sarı olmaqla neçədə nəsi var? 10, kombinezon 10'dan 1'dir, bu da elə 10 eləyir də. 10. Bu da bərabərdir 5 faktorial, 2 faktorial, 3 faktorial, vuraq o. Bu da bərabərdir uşaqlar. Deməli, 2 buradadır, 2 buradadır. 5'i də 3 gedəndə 4 vuraq 5, vuraq 10, düzdür mü? 100 var mı? 100'dür canım. 100 üsulla. Bildiniz mi nə deyir? Bax, ağ 3 dənə ağı 5 ağın içərisində kombinezon 5'dən 3 kimi seçə bilərik. Vuraq, yerdə də qalır, hər birindən bir dəfə ola bilər də. Rəngli, digər rənglər, məsələn, 10 dənədir, kombinezon 10'dan bir də bunu deyə bilərdi, yox da 10 edir. Yaxşı, 85. Görək 85'də nədir? Deyir ki, qrupda müəyyən sayda eyni hüquqlu iştirakçılar var. Seçilən iki iştirakçının birinin kapitan, digərinin oyun köməkçisi olması. Aranjemandır yoxsa kombinezon? Aranjeman, yəni permutasiya. 42 olarsa bu balların sayı. En saydadır. Permutasiya yenidən 2 bərabərdir 42. Deyir ki, iki iştirakçının birinin kapitan, digərinin oyun köməkçisi olmasının mümkün hallarının sayı 42 olarsa. Olur mu? Deməli, onda n faktorial, bu da n böyük bərabərdir 2 deyənə, n çıxar 2 faktorial bərabərdir 42. Bu da n vurar, n çıxar 1 çıxar 42 bərabər 0, n kvadrat çıxar, n çıxar 42 bərabər 0, n bərabərdir 7, n bərabər mənfi 6. Mənfi 6 olmaz, 7'dir cavab. 87. Görək 87'də nədir? 87'də belə düşərlər. Deyir ki, 1, 3, 4, 6, 8 rəqəmləri təkrarlanmamaqla neçə müxtəlif 5 rəqəmlər də düzəltmək olar. Neçə dənə rəqəm var burada? 5 rəqəmlər də neçə üsulla düzəldə bilər? 5 faktorial, permutasiya 5'dən 5. 5 faktorial, bu da 120 belə bəlir. Yaxşı, keçirik 89'a. 89 belə düşərlər. Permutasiya 7'dən 4, 7 vuraq, permutasiya 3'dən 3, üstə gələk, permutasiya 8'dən 3, bölək permutasiya 4'dən 4, bu da bərabər. 7'dən 4 nə demək? 7 faktorial, 7 çıxaq 4, yəni 3 faktorial.
Burada da 7 vuraq 3 faktorial da bu edir. Sonra üstə gələk 8 faktorial 8 faktorial 8 çıxarı 3 yəni 5 faktorial. Aşağıda 4 faktorial. Bərabər 3 faktorial gedəndə yuxarıda qalır 4 vuraq 5 vuraq 6 vuraq 7. Burada da 7 vuraq 3 faktorial. 3 faktorialımız 6 deməkdir. Bundan gedir 7 də. Bundan üstə gələk. Burada nə qalır? 6 vuraq 7 vuraq 8. 4 faktorialımız da 24 deməkdir. Düzdür? Bərabər. Burada qalır 20. Üstə gələk. Bundan bu getdi. 4 qaldı. 2, 14. 34 var mı önce? 34. Yaxşı. 91'ə baxaq. 91'də görək nə var? belədir. Permutasiya 10'dan 4. Vuraq 55. Bölək kombinezon 11'dən 4. Vuraq permutasiya 5'dən 5. Bərabər. Uşaqlar, permutasiya 10'dan 4 nə deməkdir? 10 faktorial bölək 10 çıxaq, yəni 6 faktorial. Vuraq 55. Burada da 11'dən 4 nə deməkdir? 11 faktorial, 7 faktorial, vuraq 4 faktorial. Vuraq 5 faktorial da budur. Bərabərdir. Böyle yuxarıdakı 6 faktorial gedəndə 7 vuraq, 8 vuraq, 9 vuraq, 10 vuraq 55. Buradakı da 7 ilə gedəndə qalır nə? 7 ilə gedəndə qalır 8 vuraq, 9 vuraq, 10 vuraq, 11. Bu da 24. Düzdürmü? Vuraq 5 faktorial hələ buna dəymir. Bərabərdir. Bu 7 vuraq, 8 vuraq, 9 vuraq, 10 vuraq 55. Bu 24 gedəndə bundan qalır 3 vuraq, 10 vuraq, 11 vuraq 5 faktorial. Düzdürmü? Baxaq görək edilər. 10 getdi bundan. Bundan da bu getdi 5 qaldı. 5 qaldı. Düzdürmü? Bundan 5 gedəndə 24 burada qaldı. Bərabərdir. 24 bax 72 bu ikisindən də bu getdi. Öyle 7'dir dersen sana. Ha? 7. Sararır ya. 7. Şuradan gitti. 93. 93 görevler uşaqlar. 93'te deyir ki A üstə gələk. B'nin üstündə N. Binomlunun açılışında binomial əmsalların cəmi neçə idi uşaqlar? Deyir bu açılışın 4-cü həddinin əmsalını baxın. D4-ü baxın. D4-ün əmsalı neçədir? Küstür bu da küstür 7 eləyir mi? Deməli bərabər 7-dir. Yəni A üstə gələk B'nin üstündə 7-dir. 4-cü həddi nədir eləyəcək? T kapinus 1 ilə. Yəni 3 üstə gələk 1 bərabərdir. Kombinezon 7'dən 3. Bunun əmsalını soruşun. Proses lazımdır. 7 faktorial, 3 faktorial, 4 faktorial. Bu da 4 gedəndə 5 vuraq, 6 vuraq, 7. Böyle 3 faktorial. 35 var mı? Aynı yer. Cavab 35. 95'e baxaq. Görək 95 nədir? 95'də deyək uşaqlar. 1, 3, 4, 0, 9, 8 çoxluğun elementlərindən istifadə etməklə 500'dən böyük və 500'dən böyük 5'ə bölünən neçə 5 rəqəmli ədədlər yazmaq olar? Yazır ki, rəqəmlər təkrarlana bilər. 5 rəqəmli A1, A, B, C, D, Y düz gəldi mi? Bax, belə bir şey. 500'dən böyük. Mən bunu vurma prinsipindən eləmişəm uşaqlar. 500'dən böyük olması üçün bu 4'dür, düzdür. Burada bizə 9 ilə 8 ola bilər. Düzdür. Yazıram bura 2. Düzdür. 5'ə bölünən olması üçün axırıncısı 0 olmalıdır. Bir dənə də bu olmalıdır. İndi neçə rəqəm var burada? Vuraq.
6 dənə bu ola bilər. Bura 6 dənə bu ola bilər. Bura 6 dənə də bu ola bilər. Bax, bütün mümkün olanlar budur. 2, vuraq 6, vuraq 6, vuraq 6, vuraq 1. Vurma prinsipində cütlər düzəltməyik 5-liklər. Demirdik mi ki, cütlərin sayı, Dekart hasilin sayı hər birinin sayının hasilinə bərabər. Yanınıza gəlin gəmi ilə, araba ilə, nə bilim, hemşəhərinin şəhərinə həmin şeydir. Bax, birincidə neçə rəqam ola bilər? 2 rəqam ola bilər. 9-dan 8. Sonuncuda da bizə də nə rəqam ola bilər? 0. Rəqəmlər də təkrarlana bilər. Burada neçəsi ola bilər? 6 dənə rəqəm və 6-sı da olar hər üçündə. Deməli, mümkün hallar budur. O da 36 var mı? Aynı gör. Bir bax. Yox, 36 düz deməli. 500, 432, 432. Həmən 6-6-ya vurub şey yazmışam. 18 demiş. 432. Yaxşı, keçerik. 97-də görək nədir? 97 də çox maraqlıdır. 97-də belə deyir. Deməli, belə bir düz xətdir. 1, 2, 3, 4 buradadır. Sonra bir də belədir. Bu yüzden çək. Belə. 1, 2, 3, 4, 5 dənə də budur. Deyir, neçə qabarıq 4 bucaqlı çəkmək olur. Şöyle. Burada ikisini buradan götürmək lazım, ikisini buradan götürmək lazım. İntihası burada yer dəyişmələr sayılmır. Bax, bura baxın, bununla bunu birləşdirə bilərəm, misal üçün bununla da bunu birləşdirə bilərəm. Amma yerini dəyişmək olmaz. Yəni, belə deyəndə 4 bucaqlı alınır. Başa düşdünüzmü? Əgər onda dağılsaydı, permutasiya götürərdik. Amma indi buradan ikisini kombinezon 4-dən 2 vuraq, buna uyğundakı kombinezon 5-dən 2 demək. Bu da 4 faktorial, 2 faktorial, 2 faktorial, vuraq 5 faktorial, 3 faktorial, 2 faktorial. Düzdürmü? 3 ilə bu gedəndə, 4 ilə də bu gedir, 5, 60 nümayət. Bir bax. Allah elə 60 olmuş. Oldu, yaxşı. 99'a baxaq. Görək 99'da nə var? Hə, növbəti cəbr dərsində bu ikinci hissə topumuzda gətirin. Çünki son yarım saatımızda hələlik ehtimal nəzəriyyəsi bitənə qədər ehtimal işləyəcək. Ehtimal tutarandan sonra tam olaraq o yarım saat əvəzində sınaq işləyəcək Allah qoysun. 99 da belə. Deyir ki, müəyyən sayda şagirdi olan sinifdən 2 növbətçini 120 sulla. Növbətçi permutasiyadır yoxsa kombinezon? Xeyr, kombinezondur, növbətçi mən xüsusi olaraq demişəm ki, yerini dəyişəndə fərq eləmir. Deməli, kombinezon N-dən 2 bərabərdir 120. 120, sinifdə deyir 10 dənə qız olarsa neçə olan? Hər bir şagirdlərin sayını tapaq. N faktorial, N çıxar 2 faktorial, vuraq 2 faktorial, bərabərdir 120. Bu da N vuraq, N çıxar 1 bərabərdir 240-dır. N kvadrat çıxar, N çıxar 240 bərabər 0. 15 ilə 16 mı edir? N bərabərdir 16, N də bərabər -15. Mən bilən belə eləməlidir. Hə, 15 ilə 16. 16, 10 dənə qızdırsa, bu 16 şagirdir. Onda 16-dan da 10 çıxıram, 6 oğlan eləməlidir. Elə baynayır. Yaxşı, 101'ə baxaq. Görək 101'də nə var? 101 belə. Deyir ki, birincidə permutasiya 9'dan 3 üstə gələk 20. İkincisi, kombinezon 10'dan 2 təzə suallarda işləyək 2023'dəkilər. Üçüncüsü də ola bilsin evdə dərslik hazırladım 76. Baxaq görək nə olur. Bu nə deməkdir? 9 faktorial, bölək 6 faktorial, üstə gələn 20. Bu isə aşağı 98 vuraq, 7 vuraq, 8 vuraq, 9 demək. Üstə gələn 20. 7 vuraq 8, 56, 9'a vurun görün neçə edir 56'nı? 450, 54, 504 edirlər. Üstə də 504, üstə gələn 20, 524 edir. Keçək bura 10 faktorial,
bölək 8 faktorial, bura 2 faktorial. 9 vuraq 10, üstə gələk 40 qalır. 90, 45 üstə gələk 40, 85 də belə. Keçək burada 4 faktorial, üstə gələk 76. 4 faktorialımız 24'dür, üstə gələk 76, bu isə 100 edir. İndi A, B, C-yə baxaq. 1, 2, 3. Deməli, 101'də 9'a bölündükdə qalıqda 2 A var. Düz deyil, birinciyə aiddir. A variantı. 9'a bölündükdə qalıqda 4 A var. Buna ikinciyə aiddir. İkinciyə. B də 2'yə aiddir. 9'a qalıqsız bölünür. Yox elə bir şey. 8'ə qalıqsız bölünür. O bu olacaq. Sonuncu 2 rəqəmidir, 8'ə bölünür. 3 rəqəmidir. Yox, üstə 20 çalışıb bölünmür. Bölünmür? Hə. Bölünmür, düz deyirsən. 10'a qalıqsız bölünür, bu da sonuncudur, Y. Aha. 103'ə baxaq. Görək 103'də nədir? 103 belədir. Vaxtımız hələ kifayət qədərdir. Deyir ki, M bərabərdir. Permutasiya K-dan 4. Birincisində K bərabərdir 3 olarsa. İkincisində K bərabərdir 6 olarsa. Üçüncüsündə K bərabərdir 5 olarsa. Şöyle bu boş çoxluqdur birinci. Niyə? Çünki 3'dən 4 ola bilməz permutasiya. İkincidə permutasiya 6'dan 4 edir. 6 faktorial bölək 2 faktorial. 2 də gedəndən sonra bu nə edir? 3 vuraq, 4 vuraq, 5 vuraq 6'dır. 20, 18, 360 elədir. Keçirəm. Bu birisi də permutasiya 5'dən 4'dür. 5 faktorial bölək 5 çıxaq 1 faktorial, yəni 5 çıxaq 4 faktorial, yəni 1 faktorial deməkdir. Bu da 120 eləməlidir məncə. İndi nə deyil? 103'dən, düzdür? 103'dən. 1, 2, 3, 1, 2, 3. 360. A variantı 2'yə aiddir. 120. B variantı 3'ə aiddir. Y'dəki birinci deməkdir. Y, A, B. 105'ə keçək. Görək 105'də nə var, nə yox. %5 belə. Birincisi A bərabərdir. 3A üstə gələk 2B'nin üstündə 4. İkincisi A bərabərdir. 5A çıxaq 3B'nin üstündə 6. Üçüncüsü də A bərabərdir. 4A çıxaq B'nin üstündə 5'dir. Düzdürmü? Nə soruşur? B binomial əmsalları, C də binomun açılışındakı əmsalları. B binomial əmsalları. Bu B bərabərdir 2 üstü 4'dür. Yəni 60 yox. Neçədir 2 üstü 4? 16. C də bərabərdir 5 üstü 4'dür. Bu da 625. Deməli, nədir hesablayırdıq? 1 yazmaqla deyildik də. Keçirəm bura. B binomial əmsallar 2 üstü 6-dır, 64. C'dəki bütün əmsallar 2 üstü 6-dır, bu da 64'dür. Keçirik üçüncüyə. B bərabərdir 2 üstü 5'də 32. C də bərabərdir 3 üstü 5'də 243 mi edir? İndi 1, 2, 3. B bərabərdir 16. A 1 aiddir. B'də B bərabərdir 32. 3'ə aiddir B. C bərabərdir B-yə 2'yə aiddir. C variantı. C çıxaq B bərabərdir 609. Birinciyə aiddir D. C çıxaq B 211'dir. Bu da üçüncüyə aid olur. Çox gözəl. Keçək indi açıq suallara 107'yə. 107 qoyalım. 125'ə qədər də. 7'dən 25'ə. Heç nə, 107'dən sonra yazalım. Bu açıqlar da bir yazalım. 25 dənədir.